Səhərdən İrandan Türkiyə ərazisinə 4-cü raket atıldı. İlk raket atıldıqdan sonra İran prezidenti Məsud Pezeşkiyan efir vasitəsilə qonşu ölkələrdən üzr istədi və belə halların təkrarlanmayacağına söz verdi. Lakin raket atışları davam etdi. Bəs bunlar nədən xəbər verir? İran daxilində həqiqətənmi Türkiyəni müharibəyə cəlb etmək istəyən qüvvələr var? Yoxsa bu xaricdən müdarə olunur? Türkiyənin səbr nümayişi strateji olaraq doğrudurmu? Pezeşkiyanın vədinə niyə əməl olunmur? Suallarımızı Bakı Dövlət Universitetinin Jurnalistika Fakültəsinin dekanı və Mətbuat Şurasının sədr müavini filologiya elmləri doktoru Vüqar Zifəroğlu cavablandırıb. İranın Türkiyə ərazisinə raket atışlarının davam etməsi xüsusilə Məsud Pezeşkiyan tərəfindən verilmiş vədlərə baxmayaraq bu cür insidentlərin təkrarlanması regionda həm daxili, həm də xarici faktorların təsiri ilə formalaşan mürəkkəb vəziyyəti işarə edir. İlk növbədə bu hadisələr İranın daxili idarəetmə sistemində vahid qərarvermə mexanizminin tam işləmədiyini göstərir. Prezident səviyyəsində verilən açıqlamalar və öhdəliklər bütün güc strukturları üçün məcburi xarakter daşımaya bilər. Xüsusilə hərbi və təhlükəsizlik qurumlarının müəyyən hallarda daha müstəqil davranması verilən siyasi vədlərin praktikada pozulmasına gətirib çıxarır. Bu isə İran daxilində müxtəlif güc mərkəzlərinin mövcudluğunu və onların hər zaman eyni xətt üzrə hərəkət etmədiyini ortaya qoyur. Digər tərəfdən belə raket atışları İran daxilində bəzi radikal və ya sərt mövqeyli qrupların mövcudluğunu da ehtimal etməyə əsas verir. Bu qüvvələr regionda gərginliyin artmasında maraqlı ola bilər və eyni zamanda Türkiyəni daha geniş qarşıdurmaya cəlb etməyə çalışa bilərlər. Bu yanaşma xüsusilə daxili problemlərin fonunda diqqəti xarici təhlükələri yönəltmək və ya regional balansı dəyişmək məqsədi də daşıya bilər. Başqa bir məqam regionda maraqları toqquşan üçüncü tərəflərin təsir ehtimalı ilə bağlıdır. İran-Türkiyə münasibətlərinin gərginləşməsi bəzi xarici aktorlar üçün strateji baxımdan faydalı ola bilər və bunu mütləq şəkildə nəzərə almaq lazımdır. Lakin bu senaridə belə əsas məsuliyyət yenə də İranın öz daxilində nəzarət və koordinasiya mexanizmlərinin effektiv olmaması ilə bağlıdır. Türkiyənin məsələyə yanaşması isə daha çox səbir, təmkin üzərində qurulub. Bu bir tərəfdən münaqişənin genişlənməsinin qarşısını almağa, digər tərəfdən isə beynəlxalq müstəvidə haqlı mövqeyini qorumağa xidmət edir. Lakin raket hücumlarının təkrarlanması bu strategiyanın davamlılığını çətinləşdirə və Ankaranı daha sərt addımlar atmağa məcbur edə bilər.